Salam hörmətli müəllimlər, bu videoda situasiya tipli test üçün izahına baxacağıq. Sualları bir yerdə oxuyacağıq, eyni zamanda bütün variantları da birlikdə təhlil edəcəyik. Gəlin başlayaq elə birinci sualdan. Deməli, birinci sualda yazıb ki, riyaziyyat dərsində müəllim şagirdlərə kubun sahəsi ilə bağlı izah verir. İzahın verilməsinə baxmayaraq, uşaqların bir çoxu dərsi anlamır. Müəllim bunu nəzərə almadan, yəni belə baxanda inkişaf olmadı. Müəllim bunu nəzərə almadan növbəti dərsi keçir və bu hal zəncirvari olaraq digər mövzuların da mənimsənilməsinə təsir edir. Yəni bir mövzunu öyrənməmiş, tam o birisinə keçirəmsə, təbii ki, təsir edəcək digər mövzularda da. Beləliklə, summativ qiymətləndirmə zamanı şagirdlərin nəticəsi aşağı olur, yəni məlum məsələdir ki, aşağı olacaq. Bu hal valideynlərdə də narazılığa səbəb olur. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Şərtə uyğun olan doğru bir variant axtarmalıyıq. Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb fərqli metodlarla mövzunu tədris etsəydi, bu hal yaşanmazdı. Bəli, baxın, müəllim izah verir, amma şagirdlərdə bir çoxu dərsi anlamırsa, müəllim bir növ fərqli strategiyalara keçməlidir, fərqli metodlara. Elə eləməliyəm ki, şagirdlər mövzunu daha qəşəng başa düşsün. Amma mən fərqli strategiyadan istifadə eləmirəm, olduğum şəkildə davam edirəm, uşaqlar başa düşmürlər və nəticədə də summativdən aşağı nəticə toplayırlar. A variantı doğrudur, gəlin digər variantlara da baxaq. Müəllim illik planlaşmasına görə hər dərsdə yeni bilik bacağı formalaşdırmalı olduğundandır, cari dərslə bağlı, yəni hal-hazırki gündəlik dərslə bağlı çətinlikləri göz ardı etmək məcburiyyətindedir. Yəni müəllim deyir ki, başa düşdünüz, düşmədiniz, problem yoxdur. Yəni heç bir problem kimi görmürəm də. Keçirim təzə mövzunun izahına. Planım budur, göz ardı edirəm. Yəni başa düşməsəz də heç bir problemi həll etmək üçün bir yol, fərqli strategiyadan istifadə etmirəm. Ona görə B variantı yanlışdır. Şagird başa düşməyibsə mən necə göz ardı edə bilərəm? B-ni çıxırıq, B yanlışdır. Müəllim ilin əvvəlindən diaqnostik qiymətləndirmə düzgün keçirmədiyindən şagirdlərin ilkin biliklərindən xəbərsizdir. Sualın şərtində gündəlik dərsdən söhbət gedir, diaqnostikdən getmir ki. Müəllim indi riyaziyyata kubun sayəsini izah verir. İzah verəndə bəzi uşaqlar başa düşməyib də, bunun diaqnostikə nə aidiyyəti var? Müəllim dərsin izah hissəsində scaffolding strategiyasından düzgün istifadə etməməsi əsas səbəblərdən biridir. Scaffolding strategiyası nədir? Yol göstərmək, istiqamət vermək. Amma burada şagirdlərə fərqli metodlarla, şagirdlərin öyrənmə tərzini nəzərə alıb dərsimi tədris etsəydim, bu hal baş verməzdi. Sırf yəni kömək etməməkdə, yol göstərməməkdə deyil problem. Ona görə deyində çıxıram. Summativ qiymətləndirmə zamanı şagirdlərə fərdi rəy verməklə istiqamətləndirilməsi, yəni summativ qiymətləndirmədə rəy vermir, amma rəyi formativdə verirlər. Ona görə yeyində çıxdım. Düzgün cavabımız oldu A variantı. Baxırıq ikinci suala. Müəllim müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Təzə mövzunu keçmişəm, amma bilmirəm uşaqlar mənimsəyiblər ya yox. Heç yoxlamıram bunu. Müəllim bunu deyir, yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır. Şagirdlərin maraqlarını nəzərə almır. Yəni şagirdlərə fikir bildirməsi şərait yaratmıram. Onların maraqları da mənim üçün önəmli deyil. Situasiya ilə bağlı hansı fikir doğrudur? Və gəlin variantlara baxaq. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələb, müəllim ümumiyyətlə pedaqoji tələbi pozurmu? Əlbəttə pozur. Şagirdin fikrini, şagirdin marağını nəzərə almıram. Ancaq özüm danışıram, imkan vermirəm şagirdlərə. Bir doğrudur, biri götürə bilərik. Çünki bizə doğruları istəyirəm. Müəllimin bu davranışından onun mədəni davranış kobudluq eləmək, uşaqları təhqir etmək və s. Yəni kobudluqdan gedir. Geyim keçinmə riayət etməmək. Bu sualın şərtində elə bir şey yoxdur. Kobudluq eləməmişəm ümumiyyətlə şagirdlərə qarşı ikinci çıxırıq. Müəllimin davranışından peşəkarlıq və fərdi məsuliyyət etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Bəli, yəni mən şagirdlərimə qarşı peşəkar şəkildə yanaşmıram. Çünki şagirdlər dərsi keçmişəm, mənimsədi, şagirdlər mənimsəmədi, onu yoxlamıram. Şagirdlər də müəyyən hissələrdə öyrənməmiş qaldılar və maraqlarını da nəzərə almıramsa, təbii ki, mən qeyri-peşəkar yanaşmışam. Yəni, peşəkarlığı pozmuşam. 3-ü də götürə bilərik. 4-ə baxaq. Müəllimin keyfiyyətli təhsil vermək. Əgər aramızda 4-cü bəndə götürənlərimiz varsa, misal elə bir variantımız da var. Baxın, 1-3-də var, 1-4-də var. Deyə bilərsiniz ki, axı 4 niyə götürmürük? 4-də yazıb ki, müəllim keyfiyyətli təhsil verməlidir. Vermək hüququndan, hüququ deyil. Keyfiyyətli təhsil vermək müəllimin hüququ deyil, nə idi? Vəzifəsidir.
vəzifədir. Ona görə 4-ü götürmürük. Düzgün cavabımız olacaq 1 ilə 3. Düzgün cavabımız oldu 2-də D variantı. Baxırıq 3-cü suala. 3-cü sualda yazılıb ki, müəllim şagirdləri Nəbadət bağına ekskursiya aparmağı planlaşdırır. Onlar burada müşahidə əsasında qeydlər götürməli, yəni nə isə izləməlidirlər Nəbadət bağında və qeydlər götürməlidir. Sinifə geri döndükdən sonra isə hesabat yazmalıdır. Ekskursiya zamanı müəllim təhlil apararaq müəyyənləşdirir ki, şagirdlərin demək olar ki, yarısı fikirlərini ifadə etməkdə çətinlik çəkir. Deməli, müəllim nə edib? Şagirdləri təhlil edib və təhlilim zamanı gördüm ki, şagirdlərin yarısı fikirlərini ifadə etməkdə çətinlik çəkir. Onların təxminən 1/4 kifayət qədər müşahidə etmə bacarığı nümayiş etdirmir. Yəni, düzgün şəkildə müşahidə etdirmir, fikirlərini ifadə etməkdə çətinlik çəkir. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Gəlin yanlış axtaraq. Müəllimin şagirdlərin fəaliyyətini müşahidə edib təhlil etməsi onun tədrisə düzgün yanaşmasının göstəricisidir. İndi baxın, burada deyək ki, müəllim şagirdləri müşahidə edir və təhlil edir. Sualın şərtində elə bir şey varmı? Bəli, var. Müəllim də şagirdləri təhlil edib. Təhlil edəndə gördüm ki, uşaqlardan bəziləri fikirlərini ifadə etməkdə çətinlik çəkir. Bu doğrudur. Bizə səhv cavab lazımdır. Şagirdlərin müşahidə bacarıqlarının zəif olması onlarda tənqidi düşüncənin də inkişaf və ümumiyyətlə müşahidə bacarığının zəifsə, demək tənqidi düşüncənin də inkişafına ehtiyacımız var. Bu da doğrudur. Bizə yanlış cavab lazımdır. Müəllim şagirdləri məktəbdən kənar fəaliyyət, ekskursiya aparmışam da şagirdləri. Şagirdlərdə yumşaq bacarıqların ünsiyyət, əməkdaşlıq, komanda ilə işləmək kimi bacarıqlar da formalaşır. Bu da doğrudur. Götürmürük. Yəni bizə yanlış cavab lazımdır. Müəllimin şagirdlərin cari bacarıqlarını, yəni hal-hazırki bacarıqlarını nəzərə alıb planlaşmasına buna uyğun olaraq fəaliyyətlər daxil etməsi məqsədə uyğun olar. Şagirdlərin hansı bacarıqlar zəifdir? Fikirlərini ifadə etməkdə çətinlik çəkirlərsə, planıma mən bunu daxil edirəm ki, problem aradan qalxsın. Bu da doğrudur. Müəllimin hər bir şagirdin təcrübə və bacarıqlarının fərqli olmasını qəbul etməməsi onların təlimin düzgün təşkil etməsinə mane olur. Əksinə müəllim təhlil elədi, şagirdlərin problemi müəyyənləşdirdi ki, bunlar fikir ifadə etmədə çətinlik çəkir. Amma baxın, Y variantında yazır ki, müəllim onların fərqli olmasını qəbul etməməsi. Niyə? Əksinə müəllim qəbul eləyir, öz planında dəyişiklik etməyi düşünür hətta. Ona görə yanlış cavabımız oldu Y variantı. 4-ə baxırıq. Aşağıdakı strategiyalardan hansı müəllim yanlışa yol verib, yəni səhv variant axtarmalıyıq. Baxaq variantlara. Müəllim ilin əvvəlində şagirdlərə çətinlik dərəcəsi müxtəlif olan tapşırıqlar verərək onlar haqqında, yəni diaqnostik keçirdərək onlar haqqında məlumat əldə edə bilərəmmi? Bəli, eləyə bilərəm. Bu doğrudur. Götürmürük. Şagirdlər evə gedəndə səs-küyün yarandığını görən müəllim bununla bağlı müəyyən bir prosedur, misal üçün sinifi tərk etmə proseduru qoya bilərikmi? Xaos yaranmasın, yəni səs-küy olmasın deyə sinifi tərk etmə proseduru qoya bilərik. Burada səhv heç nə yoxdur, bu da doğrudur. Müəllim dərs prosesində şagirdləri həssaslıqla izləyir, onların səhvlərini davamlı olaraq düzəldir və şagirdlər dərsin sonuna qədər dərsin məqsədinə çatsınlar. Baxın, şagird dərs prosesində həssaslıqla izləyir. Burada heç bir səhv yoxdur, kobudluğa və s. yol vermirəm, burası düzdür. Amma yazılıb ki, onların səhvlərini davamlı olaraq düzəldir. Əksinə, müəllim şagirdlərə istiqamət verməlidir, scaffolding eləsə daha yaxşıdır. Yəni, səhvlərinin özlərinin tapmasına şərait yaratsam, sualı digər sinif yoldaşına yönləndirsəm, bu daha yaxşıdır. Amma səhvi davamlı olaraq səhv edib özüm düzəldirəmsə, bu yəni düzgün istiqamət vermə, scaffolding strategiyası olmadı. Yanlış yəni budur. Yəni, digər variantlara da baxaq. Müəllim şagirdlərin dinləyib anlama bacarıqlarının zəif olduğunu müəyyənləşdirdikdən sonra onlara həmin mətnləri təkrar dinləməyə şərait yaradır. Yəni, dinləyib anlamada problem varsa, təzədən dinləsən, bu məndə inkişaf etmiş olar. Bu doğrudur, götürmürük. Müəllim dərsdə qrup işi tətbiq etməzdən əvvəl şagirdlərlə birlikdə qrup qaydalar tərtib edir. Ümumiyyətlə, qaydalar şagirdlərlə birlikdə tərtib olunur. Həmçində şagirdləri bu iş forması haqqında məlumat verir ki, yəni qrup ilə iş forması nə deməkdir? Bu da doğrudur, yanlış cavab istəyirdilər, o da oldu C variantı. Baxırıq 5-ci suala. Müəllim tədris zamanı şagirdlərə gündəlik həyatda keçirilən mövzularla bağlı məsələləri müşahidə etməyi tapşırır. Deməli, şagirdlər gündəlik məsələləri müşahidə edəcəklər.
Şagirdlər müşahidələri əsasında əldə etdikləri nəticələri qeydlər formasında müəllimə təqdim etməlidir. Müəyyən edilmiş vaxt bitdikdən sonra şagirdlər tapşırığı müəllimə təqdim edirlər. Bu zaman müəllim müəyyən edir ki, şagirdlərdən bəzilərində tapşırığın icrası üçün lazımı olan bacarıqların inkişafına ehtiyac var. Hansısa bacarıqlar var ki, şagirdlərə bunu formalaşdırmaq lazımdır. Verilmiş fəaliyyətdə hansında bu problemi həllində effektiv olmaz yazılıb. Yəni, səhv cavab axtarmalıyıq. Effektiv olmayan axtaraq. Baxaq A variantına. Müəllim şagirdlərdə nəzərdə tutulan bacarığı reallaşdırmaq üçün onları əyləncəli tapşırığın icrasına cəlb edə bilər. Bəli, yəni bu səhv deyil də, şagird dinamikasını artıran, şagird motivasiyasını artıran bir strategiyadır. Burada səhv heç nə yoxdur. Bu effektiv olar misal üçün. Çünki həmin şagirdlərin də başa düşməsinə, həmin şagirdlərdə müəyyən bacarıq formalaşmasına şərait yarada bilər A variantı. B-yə baxaq. Müəllim şagirdlərin müşahidələrinə əsasən effektiv qeyd götürmək bacarığının inkişafı üçün onlara yazılı təlimatlar və nümunələr təqdim edə bilər. Yol göstərən bir istiqamət verirəm də şagirdlərə problemi həll etmək üçün. Bu da doğrudur. Çünki şagirdlərdə fikir verin, problem hardaydı? Əldə etdiyi məlumatları təqdim etməkdə çətinlik çəkirlər. Müəllim tədris zamanı mövzu ilə bağlı müxtəlif şəkillər təqdim edərək onlar arasında fərqləri müəyyənləşdirməyi tapşırır ki, şagirdlərdə fərqləndirmək, müqayisə etmək kimi bacarıqlar. Yəni, fərqli strategiyalardan istifadə edirəm də şagirdlərdə bacarığı formalaşdırmaq üçün. Burada da səhv heç nə yoxdur. Müəllim təlim prosesində şagirdlərin daha çox müşahidə apara biləcəkləri müxtəlif situasiyaları hazırlayıb, fikirlərini qeyd etmək təşviq edirəm. Sövq edirəm ki, uşaqlar fikirlərinizi qeyd edin, müəyyən hadisələri müşahidə edin və s. Onsuz sualın şərtində yazılıbdır. Gündəlik həyatda keçirilən məsələlər müşahidə etməyi, sonra onları qeyd etməyi tapşırıram. Yəni, mən sövq edirəm şagirdlərin bu fəaliyyətlərə. Bu da düzgündür. Müəllim növbəti fəaliyyətləri planlaşdıran zaman sosial-emosional öyrənməni tədrisə inteqrasiya edə bilər. Ümumiyyətlə, sualın şərtini çıxsaq ümumiyyətlə. Y variantı cümlə olaraq necədir? Cümlədir. Bu doğru fikirdir. Ümumiyyətlə, planımıza S, Y öyrəndikdə dərsə keçəndə sosial-emosional dərsimizi inteqrasiya edirik. Amma bu sualın şərtində sosial-emosionaldan söhbət gedir. Sosial-emosionalda nə var idi? Özünü dərk, özünü idarə, empatiya və s. Sualın şərtində ümumiyyətlə emosiyalardan söhbət getmir. Niyə Y variantını götürək ki? Y variantı ümumiyyətlə bu şərti adiyyatı yoxdur. Fikir olaraq doğru fikirdir, amma sualın şərtində heç bir adiyyatı yoxdur. Ona görə düzgün cavabımız oldu Y variantı. Daha sonra 6-ya baxırıq. Müəllim şagirdə müxtəlif mövzulardan ibarət suallar təqdim edir. Əsaslandırılmış cavab vermələrini, yəni fikirlərinizi deyir, əsaslandırın. Cavab vermələrini tələb edir. Şagirdlər sualı cavablandırdıqdan sonra müəllim müəyyən edir ki, şagirdlərin əksəriyyəti mövqe nümayiş etdirə bilmir. Yəni, öz fikirlərini, öz mövqelərini nümayiş etdirə bilmir. Öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Müəllimin hansı addımı şagirdlərdə bu bacarıq formalaşmasına xidmət etməz? Yəni, yeni axtarmalıyıq, yanlış variantı axtarmalıyıq. Bir növ öz fikirlərimizi əsaslandırırıqsa, öz mövqeyimizi nümayiş etdiririksə, bizə tənqidi təfəkkür lazımdır. Amma bəzi şagirdlər çətinlik çəkirsə, deməli, tənqidi təfəkkürün də inkişafına şərait yaratmalıyıq. Amma sualın şərtinə deyir ki, xidmət etməz deyir. Gəlin variantlara baxaq. Şagirdlərdə əsaslandırma bacarığını inkişaf etdirmək üçün onlarda arqumentləri müəyyən etmək, onlarla işləmək bacarığını formalaşdırmaq olar. Əsaslandırın, arqumentlərlə fikirlərinizi dəstəkləyin. Sualın şərtində baxın, işarə qoyuram qarşısına. Var da belə bir şey. Bu düzdür. Bizə səhv cavab lazımdır. Deməli, şagirdlərdə açıq tipli suallar verməklə səsləndirdikləri fikirləri istinad edərək, yəni istinad gətirmələrinə şərait yaradım. Açıq tipli sual verirəm, şagird öz fikrini deyir. İndi deyirəm ki, istinad gətir, sübut elə ki, sən düz deyirsən, əsaslandır fikirlər ver. Bu da doğrudur. Deməli, S-yə baxırıq. Şagirdlərə müxtəlif dilemmalar, yəni dilemma çətin vəziyyətdə qalanda iki yoldan birini seçməkdir. Onların münasibət bildirmələri üçün münasibətinizi bildirin, mövqeyinizi bildirin. Onsuz sualın şərtində var da bu. Bu da doğrudur. Şagirdləri real həyatı təcrübələrlə bağlı müzakirə ediriksə, hər öz fikrini deyirsə, bizə tənqidi təfəkkür formalaşır, müxtəlif tədqiqat işlərində iştirak etmək, araşdırma, aparmaq və s. xüsusiyyətlərimizi inkişaf etdirir. Bu da doğrudur. Şagirdlərə sinif müzakirələri zamanı, sinif müzakirələrində düzdür. Öz fikirlərimizi deyirik və s. tənqidi düşüncə inkişaf etdirir. Amma cümlənin sonluğuna baxın, yazılır ki, öz mövqeylərinin üzərində israrla qalmağı tələb etmək.
etməyi, yəni təbliğ edirəm. Yəni dünya dağılsa da deyirəm ki, öz mövqeyindən əl çəkmir. Bəlkə mən səhv deyirəm. Bəlkə ki, mənim arqumentim, yəni dəlilim yoxdur. Mən yalanı öz mövqeyim üzərində necə qala bilərəm? Bəlkə mənim mövqeyim səhvdir, belə baxanda. Yəni müəllim israrla deyir ki, öz mövqeyində qal. Mən bunu şagirdlərimə təbliğ edirəm. Təbii ki, bu yanlış bir fikirdir. Yəni səhv də olsa fikrində qal. Arqumentin yoxdursa yalanın özündən arqumentləri gətir, fikrimin üstünə qal. Bu düzgün deyil. Yəni belə eləsəm şagirdlərə tənqidi təfəkkür, mövqe nümayiş etmə qabiliyyəti inkişaf etməyəcək. Ona görə yanlış cavabımız Y variantıdır. Yəni arqumentim yoxdursa necə israrla öz mövqeyimdə qala bilərəm? Ona görə düzgün cavabımız oldu Y. Çünki yanlışı soruşurdular bizdən. Sonra baxırıq 7-ci suala. Müəllim mövsümi xəstəlikləri və onlardan qorunmaqla bağlı şagirdlərdə müstəqil öyrənmə bacarığını və məsuliyyəti formalaşdırmaq üçün planlaşmasına müxtəlif fəaliyyətlər daxil edir. Şagirdləri qruplara bölür. Mövsümi xəstəliklər, onların yaranma səbəbləri. Deməli, uşaqlar nəyi araşdırırlar? Mövsümi xəstəlikləri araşdırır. Yaranma səbəblərini araşdırır, yayılma yollarını və qorunma üsulları haqqında araşdırma aparmağı tapşırır. Müəllim tədqiqat boyu sonadək şagirdlərə istiqamət verir. Yəni bir scaffolding strategiyası ilə yol göstərəm, istiqamət verirəm. Situasiya ilə bağlı hansı fikir yanlışdır, səhv axtarmalıyıq. Yəni birlikdə axtaraq. Müəllim tədqiqat prosesini praktik fəaliyyətlərlə birləşdirir. Bununla öyrənmə prosesi daha maraqlı olur. Müəllim praktik fəaliyyətlə birləşdirirmi? Əlbəttə birləşdirir. Misal üçün, baxın, deyir ki, yaranma səbəblərini də araşdırın, yayılma yollarını, onların üsullarını, yəni praktikamızda tətbiq edirik. Bu doğrudur. Bizə yanlış cavab lazımdır. A-na çıxırıq, B-yə baxırıq. Müəllimin şagirdlərə prosesi sonadək istiqamət verməsi onların müstəqil öyrənmə bacarıqlarının formalaşmasına mane olan əsas amildir. Mən şagirdə cavab vermədim ki, və yaxud da şagirdin yerinə mən araşdırmadım ki, məlumatları. Şagirdlər özləri araşdırdı. Mən sadəcə, baxın, sualın şərtində yazılıb. İstiqamət vermişəm, yol göstərmişəm ki, filan mənbədən axtara bilərsən, o bir kitabdan axtara bilərsən. Yəni, mən sadəcə istiqamət vermişəm. B-də yazıb ki, istiqamət vermək mane oldu istəyirsiniz şagird. Əlbəttə ki, bu yanlış fikirdir. Səhv fikir B-də, gəlin digər variantlara da baxaq. Müəllim planlaşmasına belə bir fəaliyyət daxil etməklə şagirdlərin potensial imkanlarını üzə çıxardır. Yəni, praktik bir tapşırıq vermişəm, görüm ki, şagirdlərin potensialı nəyə çatır. Bu da doğrudur. Müəllim şagirdlərin müasir dövrün tələblərinə uyğundurmu? Yəni, müəllimin verdiyi tapşırıq, bəli, mövsümi xəstəliklər, onlardan qorunmaq üçün necə qoruna bilərik, yaranma səbəbləri necədir və s. Onun haqqında bir tədqiqat aparmağı tapşırmışam. Bu da düzdür. Müəllim şagirdləri belə bir fəaliyyətə cəlb etməklə onlarda əldə edilən informasiyanın əsaslığını müəyyənləşdirmək bacarıqlarını, yəni biz onu araşdırırıqsa, yaranma səbəblərini, yaranma yollarını araşdırırıqsa, onu əsaslandırmağı da bacarmalıyıq da sonda. Bu da doğrudur. Yanlış cavabımız oldu B variantı. Baxırıq 8-ci suala. Müəllim sinif müzakirəsi zamanı həm passiv, həm də aktiv mövqe tutan şagirdlərlə işləyir. Yəni, zəif şagirdlər də var, güclü şagirdlər var, bir yerdə işləyirəm. Ümumiyyətlə, sinifdə zəif və güclü uşaqları hər kəsi nəzərə alıram. Heç variantlarla gəlin hərəkət eləməyəkdir. Sualın şərtini və təhlil elə. İnklüzivlik pedaqoji tələbini yerinə yetirmişəm, yəni əməl etmişəm. Zəif uşağa sual verməyim, güclüyə sual verməyim, belə eləməmişəm. Hər kəslə bərabər şəkildə işləmişəm. Və fikirləri sərbəst ifadə etmək üçün onlara dəstəkləyirəm. Bir müddət sonra deyir, passiv şagirdlərində dərsə marağı artır, fikirlərini bildirməkdə, potensiallarını nümayiş etdirmək şərait yaradıram. Bu situasiyaya əsasən hansı fikri deyə bilərik? Hansı fikir doğrudur? Sinif fəaliyyəti ilə bağlı doğru bir fikir axtarmalıyıq. Aya baxaq. İndi hansı cavab qəşəng sona götürməli deyil ya? Sualın şərtinə uyğun olan doğru fikir axtarmalıyıq. Müəllim dərs zamanı dövlətin, cəmiyyətin və şagirdlərə tələb olunan marağı nəzərə alır. Şagirdlərin hamısında 21-ci əsr bacarıqları formalaşdırır. Yəni, elə bir sualın şərtində elə bir şey yoxdur axı. 21-ci əsrin bir sıra bacarıqları var. Burada da deyir ki, sinifdə 30 nəfər şagird varsa, hamısında 21-ci əsr bacarığı formalaşdırırsınız. Ümumiyyətlə, sualın şərtində heç 21-ci əsr bacarığından belə söhbət getmir. A-na çıxdıq. B-yə baxırıq. Şagirdlər nəticələrini onlarla müzakirə etmir, bunun da səhvlərini təhlil etmə imkan yaratmır. Ümumiyyətlə, sualın şərtini nəticələri təhlil etməməklə, şagirdlərin səhvlərini təhlil etməməklə, inkişafla bağlı heç bir sual yoxdur, yəni burada. Şərtdə elə bir şey yoxdur. B-yə də çıxırıq. Bizə doğru fikir lazımdır. Sinifdə inklüziv mühit yaradır. Yaradırmı? Bəli, çünki baxın, burada işarə qoymuşuq. Həm passiv, həm aktiv şagirdlərlə birlikdə işləyirəm.
Bununla da deyir, şagirdlərin təlim prosesinin marağı artmasına səbəb olur. Düzgün cavabımız C variantıdır. Digərlərinə baxa bilərik. Şagirdlərə dini, etnik mənsub, ümumiyyətlə dindən, irqdən söhbət getdirmir. Sualın şərtinə getmədi, deyini çıxırıq. Müəllim şagirdlərin bu şəkildə cəlb etməsi ilə təlimdə öyrədici, inkişaf etdirici, bu tamlıq prinsipidir. Sualın şərtində tamlıqdan söhbət getmir ümumiyyətlə. İnklüzivlikdən söhbət gedir. Yeni də çıxırıq. Düzgün cavabımız oldu C variantı. Baxırıq 9-cu suala. Deməli, deyir, sinifdə oğurluq hadisəsi baş verir. Şagirdlər sinif rəhbərindən çəkindikləri üçün, yəni deməli, sinifdə sağlam psixoloji ortam yoxdur ki, biz qorxuruq, müəllimə deyə bilmirik. Bir müddət sonra hal təkrarlanır. Şagirdlərdən bir-biri olan münasibətlə də təsir göstərir. Belə ki, şagirdlər arasında şübhə, güvən problemi yaranır. Deməli, sinifdə sağlam ortam yoxdur. Şagirdlərin bu vəziyyəti hətta onların akademik nailiyyətlərinin aşağı düşməsinə səbəb oldu. Görsün nə qədər şagirdlərə mənfi təsir elədi. Sinif rəhbəri şagirdlərin aşağı nailiyyətlərindən narahat olur. Verilmiş problemi həll etmək üçün müəllimin atacağı hansı addım daha effektiv olar? Mən indi hansı addımı atsam daha effektiv olacaq? Yəni variantlara baxaq. Deməli, baxın, variantlara baxmamışdan qabaq. Sinifdə oğurluq olur, şagirdlər artıq bir-birinə qarşı güvən problemi yaşayırlar, şübhə olur, bir-birinə şübhə altında yanaşırlar. Deməli, sinifdə gərgin abu-hava var. İndi bunu düzəltmək lazımdır. Gəlin düzəldək indi vəziyyəti. Müəllim həm şagirdləri, həm valideynləri bir araya toplayıb iclas keçirərək məsələni həll etməyə cəhd etməlidir. Bu effektiv yol deyil də, valideyni çağırıb nə deyim, kiminsə çantasını oğurluq. Yəni bu hal üçün, hal-hazırki oxuduğumuz şərt üçün effektiv bir yol deyil. Bunu çıxdım. İndi valideynlərdən ki, hansı biləcək ki, kimin şagirdini oğurluq edib? Bunu çıxdım. Bu həll yolu deyil. Müəllim məktəb psixoloji əməkdaşlıq edərək məsələnin əsas səbəbini müəyyənləşdirir. Oğurluq edən şagirdi cəzalandırmalıdır. Ümumiyyətlə, cəza problemin həll yolu deyil. Bu effektiv yol ola bilməz cəza metodları. B-ni çıxırıq. Şagirdlər arasında anonim, yəni gizli bir sorğu keçirdə bilərik. Ondan sonra mən belə sual versəm ki, kim oğurluq eləyib, kim cavab verəcək? Heç kim. Amma anonim sorğu keçirdirik, problemin səbəblərini araşdırırıq və sinifdə sağlam psixoloji mühit yaradırıq. Ümumiyyətlə, sağlam psixoloji mühitdən söhbət gedirmi? Bəli, sualın şərtini oxuyan dəfələrlə dedik ki, sinifdə gərgin abu-hava varsa, güvən problemi var, şübhə altında yanaşırıqsa, sağlam ortamın olmadığını göstərir. Deməli, düzgün cavabımız oldu C variantı. Anonim sorğu keçirdib problemi həll eləyə bilərik. Amma kim oğurluq eləyibsə ona cəza verirəm, sinifin qarşısında, yəni bu həll yolu deyil cəza vermək. Daha sonra deyə baxaq, şagirdlərin nailiyyətinin yüksəlməsinə nail olmaq üçün müəllim buzqıran strategiyasından istifadə etməlidir. Sinifdə hadisə olub. Sinifdə şübhə altına yanaşırlar, şagirdlər arasında mənfi münasibət yaranır. Hadisə olandan sonra buzqıranı tətbiq eləmirlər. Buzqıranı bu hadisə olmamışdan qabaq tətbiq eləmək lazımdır ki, daha effektiv olsun. Buzqıranı tədrisini əvvəldən tətbiq eləsəydim, bu yuxarıdakı hallar baş verməzdi. Ona görə deyini götürmürəm. Müəllim məktəb rəhbərliyinə oğurluq barədə məlumat verib problemi daha tez həll etmir. Rəhbərliyə deyirəm ki, sinifimdə oğurluq olub, gəlin bunu həll eləyin. Bu effektiv həll yoludurmu? Təbii ki, deyil. Düzgün cavabımız olduğu C variantı. Baxırıq 10-cu suala. Müəllimin yanlışa yol verdiyi situasiyalar tapındır. Yəni, yanlış variantı tapmalıyıq. Baxırıq A variantına. Müəllim şagirdlərə layihə işi verməzdən öncə mövzu müəyyən etmək üçün onlara vaxt verir. Proses boyu onlara lazımi dəstək göstərir, əks əlaqə verir. Bu doğrudur. Yəni, burada səhv heç nə yoxdur. Şagird maraqlarını nəzərə almışam. Bu doğrudur. Müəllim şagirdlərin hər birini prosesə cəlb edir. Müxtəlif xüsusiyyətlərə malik şagirdlərə fərdi yanaşır. Onlarla sual-cavab eləyirəm. Gözləmə vaxtı verirəm. Bu da doğrudur. Bunda çıxırıq variantlardan. Məqsəd kiçik dəyişikliklər və böyük təsir mövzusunda araşdırma aparmaqdır. Müəllim şagirdlərə video rolik hazırlamaq üçün istifadə edə biləcəkləri saytların siyahısını təqdim edir. İşi meyarlara uyğun icra etməyi tapşırır. Yəni, belə baxanda yol göstərmişəm də, özüm hazırlamamışam ki, video roliki. İstiqamət vermişəm, yol göstərmişəm, scaffolding strategiyasıdır da bir sözlə. Bu da doğrudur, yol göstərmək, istiqamət vermək. Bizə nə lazımdır? Bizə yanlış cavab lazımdır. Müəllim şagirdlərin oxuyub anlama, baxın, həm oxuyuram, indi oxuduğumu gərək anlayım da həmçində. Oxuyub anlama bacarığını inkişaf etdirmək üçün onları daha çox oxu materialları ilə və intensiv oxu cədvələ təmin edin. Uşaqlar, bu siyahını götürürsünüz, oxuyursunuz. Gecə-gündüz biz oxuyuruq. Yəni, oxudum, qutardım. Bəlkə ki, mən bunu anlamadım. Müəllim bir anlamanı da yoxlamalıdır da, belə baxanda. Nə bilim, sual verə bilər,
nə bilim, oxuduqlarınızı ümumiləşdirin görüm nə başa düşmüsünüz, nə anlamısınız. Yəni ancaq davamlı şəkildə baxın yazıb ki, onlar daha çox oxu materialı oxumaq uşaqlar. Bunu oxuyun, onu oxuyun. Oxuyuruq səhərdən axşama qədər. Bəlkə heç oxuduqlarımızı bir anlamırıq. Yəni bu sizcə oxuyub anlama bacarıq inkişafına xidmət eləyirmi? Xeyr, bu ancaq elə oxuyur. Heç bəlkə də ola bilər ki, heç anlamayıb. Ona görə yanlış cavabımız D variantı oldu. Y-yə də baxaq. Müəllim şagirdlərə fəal dinləyici olmağın yollarını izah edir. Bunun anlamada vacib amil olduğunu, eləcə də öyrənmə prosesinin təsirini vurğulayır. Yəni fəal dinləyin, nəsə səhviniz olsa sual verin, cavab verin, bunun faydalarını izah edirəm. Bu da doğru fikirdir. Deməli, onda yanlış cavab oldu D variantı. 11-ci suala baxırıq. Layihə zamanı Əli sosiallaşmaqda çətinlik çəkən və yoldaşları ilə işləyərkən emosional davranan Aysu ilə qrup işinə cəlb olunur. Deməli, Aysuda emosional baxımından hər hansı bir çətinliyi var da. İndi Əli də həmin şagirdlə bir yerdə işləyir. Müzakirə zamanı Əli məsələyə fərqli nöqteyi nəzərdən baxaraq fikir bildirdikdə yoldaşının həyəcan keçirdiyini, gərginləşdiyini görürəm. Kimdir bu həyəcan keçirdən? Aysu. Həyəcan keçirir və gərginləşir. Bunu hiss edən Əli yoldaşlarının fikrini qəbul etməyə hazır olduğunu bildirir. Hər ikisinin, baxın, hər ikisinin yanaşmasını əlaqələndirib. Yəni biz qrup işində işləyiriksə, Əli demir, mən deyəm düzdür. Əksinə, Aysunun da işləməsinə şərait yaradır, onun da fikirlərini qəbul edir, hər ikisinin yanaşmasını əlaqələndirmək, həm sənin, həm də mənim dediyimi əlaqələndirək. Dedik ki, hansı fikir yanlışdır? Səhvə axtarmalıyıq. Gəlin axtaraq birlikdə. Emosional zəkanın sinifdə sağlam psixoloji mühitə güclü təsirini görmək mümkündür. Bəli, sinifdə emosional zəka yaxşı inkişaf eləyib ki, Əli Aysuna qarşı aqressiya nümayiş etdirmir. İndi Aysu gərgindir, həyəcan keçirirsə, onu normal şəkildə qarşılayır. Deməli, sinifdə sağlam psixoloji mühit var. Bu düzdür. Əlinin davranışı yoldaşının özünə inamı formalaşdırılmasına, prosesə cəlb olunması baxımından tədbirə layiq hesab olunur. Bəli. Yəni Aysu da öz fikirlərini deyir, Əli onu qəbul edir, ikimizin də fikirlərini ümumiləşdirək, əlaqələndirək. Bu əksində Aysu da özünə inamı formalaşdırır. Bu doğru fikirdir. Yəni yanlış deyil. Aysunun hisslərini rasional düşüncə ilə köklənməsinə ehtiyac var. Yəni deyir ki, Aysunun hisslərini, yəni emosionalı rasional düşüncə ilə köklənməsinə ehtiyac var ki, həyəcan keçirməsin və s. olmasın. Bu da doğrudur. Daha sonra deyə baxırıq, situasiyaya əsasən emosional zəkanın, münasibətlərin idarə, yəni biz qrup şəklində, komanda şəklində işləyiriksə, biz münasibətləri də düzgün şəkildə idarə edə bilirik ki, yəni bu qrupun içində konflikt və s. hər hansı bir hadisə olmadı. Əksinə, əlaqələndirib ikimizin də yanaşmasını ortaya qoyuruq. Şagirdləri qrup işinə cəlb edərkən onların sosial, emosional vəziyyətini nəzərə almaq lazımdır. Yəni Y variantı deyir ki, Aysunu Əli ilə bir yerdə oturtdurmağımız düzgün olmadı. Siz onların emosional vəziyyətini nəzərə alaydınız. Nəzərə alaydınız ki, Aysun həyəcan keçirir, gərginlik, yəni yaşayır hər hansı bir test eləyəndə və ya sosiallaşmada. Bunları ayrı-ayrı oturtdurun. Əlin əksinə yaxşıdır ki, şagirdlər birlikdə oturublar, bir-birinin, necə deyim, emosional vəziyyətlərini anlayıblar, konflikti bir yerdə həll edib. Əksinə bu daha yaxşıdır. Amma burada deyib ki, siz şagirdlərin vəziyyətini müəyyənləşdirib, sonra qruplarda oturtdurmalıyız. Bu yanlış fikirdir. Elə problem harda həll olacaq? Birgə işləyəndə, birgə əməkdaşlıq eləyəndə problem həllini tapacaq. Misal üçün, sosiallaşmaqda çətinlik çəkən, həyəcanlanan uşaqları yığın bir qrupa, o biriləri bir qrupa. Burada yəni iş getməyəcək. Ona görə variantı yanlışdır. Daha sonra 12-yə baxırıq. Müəllim şagirdlərə gələn həftə insan vacib qərarı tək başına verməlidirmi? Sualını əsasında debat təşkil edəcəyini bildirir. Müəllim özü şagirdləri qruplara ayırır. Şagirdlərdən biri qrupunu dəyişdirmək istəyir. Bununla bağlı müəllimə müraciət edir. Müəllim isə bununla razılaşmır. Çünki bir şagirdə icazə verdiyi təqdirdə digər şagirdlərin də bunu təkrarlayacağından yəni narahat olur və düşünürəm ki, sinifdə xaos olacaq. Ehtiyat edirəm bundan. Məsələn, müəllimin hardasa ehtiyat etməsi normaldır da. Şagirdlərdən biridir ki, müəllim, olar mən bu qrupumu dəyişim, o biri qrupa keçim. İndi bunu görən şagirdlərdən o biri şagird deyəcək, müəllim, olarmı mən də bu qrupdan çıxıb o biri qrupa gedim? Sinifdə oldu xaos, hər qrupunu dəyişdirir. Digər şagirdə desəm ki, yox, dəyişmirəm sənin qrupu, deyəcək ki, məndən öncəki şagirdə niyə icazə verdiniz? Ona görə sinifdə bir xaos yaranacaq. Deyir, hansı fikir doğrudur, deyir. Şərtə uyğun olan doğru fikirləri axtarmalıyıq.
Müəllimin bu yanaşması onun qaydalarda ciddi olduğunu deməyimizə imkan verir və sinifdə xaos olmasın. Onsuz sualın şərtində yazılıb da, xaos olmasın deyə hamının qaydalara əməl etməsini tələb edirəm. Bu doğrudur. Yəni normalda mən bunu niyə eləmədim? Sinifdə xaos olmasın deyə. Biri götürəcəyik. Daha sonra 2-yə baxırıq. Müəllim şagird yönümlü yanaşma üçün debatdan istifadə etsə də, nəticədə bu üsulun həyata keçirilməsinə yanlışlığa yol verir. Debatı keçirməyinə keçmişəm, amma bəli, içində yenə bir narahatlıq var ki, sinifdə xaos yarana bilər ki, şagird istəyir axı qrupunu dəyişsin. Şagird yönümlü yanaşmışam, amma yenə narahatçılıq var ki, sinifdə xaos yarana bilər. Bəli, bu yanlışlardan biridir. İkini də götürə bilərik. Debatın mövzusunu müəllim fənn üstü inteqrasiyanın da həyata keçirilməsinə şərait yaradır. Mövzumuz nə idi? İnsanın vacib şəkildə, yəni vacib qərarlar tək başına verməlidirmi? Yəni fənn üstü həyatla inteqrasiya edirik. Bu da düzdür əslində. Bizə doğrular lazımdır. Müəllimin fəaliyyəti şagirdlər arasında bərabəri təmin etmədiyi üçün inklüziv mühitin yaratdığını demək mümkündür. Ümumiyyətlə sualın şərti inklüzivlikdən və s. söhbət getməyib. 4-ü çıxırıq. Müəllim debat mövzusunu əvvəlcədən elan etməklədir. Şagirdlərdə araşdırma qabiliyyətini artırır. Bura qədər düz gəlir cümlə. Baxın, bura qədər düzdür. Onlarda yaradıcı düşüncəni, debatda niyə məndə yaradıcı düşüncə inkişaf eləsin ki? Debatda məndə tənqidi düşüncə formalaşır. Tənqidi. Yəni cümlə bura qədər düzdür. Əgər yarıya qədər, vergülə qədər oxusaydıq, səhv götürərdik. Deməli, düzgün cavabımız elə 1, 2, bir də 3. 1, 2, 3 hardadır? Elə A variantındadır. 12-də düzgün cavabımız oldu A variantı. Baxırıq 13-ə. Hətta imtahanda da bu tipdə suallar görsəz, əminsiniz ki, 5 dəqiq səhvdir. 5 olan variantları çıxırsınız. Ya variantınız A-dır və yaxud da C variantıdır. Yəni belə sürətli şəkildə variant tapa bilərik. Sonra baxırıq 13-cü suala. Deyir, müəllim şagirdlərin mürəkkəb tapşırıqlarını yerinə yetirməkdə çətinlikləri müşahidə edir. Deməli, mürəkkəb tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiyini müşahidə edirəm. Onların öyrənməsinə dəstək olmaq üçün məzmunu bir neçə hissəyə bölmüşəm. Hər hissəni təsvir etmək üçün nümunələr təqdim eləmişəm. Prosesdə şagirdlərdə müşahidə edən müəllim onlarda müxtəlif məqsədlərinə əks əlaqə qurur. Yəni, rəy verirəm şagirdlərimə. Verilmiş cavablardan hansı müəllimin pedaqoji yanaşması uyğunluq təşkil etmir? Yəni, nə axtarmalıyıq? Səhv axtarmalıyıq. Baxırıq A variantına. Şagirdlərin gözləntiləri başa düşməsini və uğur qazanması üçün lazım resurslara malik olmasını təmin edir. Bəli, ümumiyyətlə baxın, müəllim hissələrə bölür, hər hissədən sonra nümunə təqdim edir. Bu doğrudur. Bizə səhv cavab lazımdır. Şagirdlərin fəaliyyətini müşahidə etməklə onlara çətinliklərin öhdəsindən gəlmək və bu bacarığı təkmilləşdirmək üçün istiqamət verir. Bəli, baxın, hissə bölürəm, sonra məqsədə çatmaq üçün əks əlaqə qururam, rəy verirəm şagirdlərimə, bu da doğrudur. Şagirdlərin müxtəlif ehtiyaclarından xəbərdar olmaq müəllimə şagirdlərə fərdi yanaşmağa şərait yaradır. Baxırsınız ki, müəllim onların öyrənməsini dəstək verir, bir neçə hissəyə bölür, hər hissədən sonra nümunə təqdim edir və şagirdlərlə əks əlaqə qurur da, bir növ fərdi yanaşıram onların ehtiyaclarını nəzərə almaq üçün. Bu da doğrudur. Bizə səhv cavab lazımdır. Müəllim şagirdlərə çətin tapşırıqların öhdəsindən gələ biləcəkdə səmərəli mühit yaradır. Baxın, çətin tapşırıq olsa da mən amma bütöv vermədim də, hissə verdim, hər hissədən sonra yoxladım, nümunə verdim, əks əlaqə yaratdım. Bu çox qəşəng fikirdir. Yəni şərti uyğundur. İndi uyğunluq təşkil etmir. Baxın, yerdə yazıb ki, müəllim öyrənmə prosesini effektiv təşkil etmək üçün şagirdlərə lazım olan ləvazimatlarla təmin edir. Sualın şərtində şagirdə ləvazimat verildiyi yazılıb. Ümumiyyətlə, şagirdə ləvazimat vermişəm, sualın şərtində xeyr verməmişəm. Y variantı ümumiyyətlə uyğunluq təşkil etmir. Yəni, deyə bilər, Y variantı düz ola bilər, amma sualın şərtində ləvazimatdan söhbət getmirsə, mən niyə Y variantını götürüm? Ona görə yəni, yanlışı soruşduqları üçün düzgün cavabımız olacaq Y variantı. Baxırıq 14-cü suala. Müəllim qrup tapşırıqları təqdim edir. Deməli, şagirdlər qrupla işləyirlər. Lakin qrup işi üçün vaxt təyin etmir. Şagirdlər bu barədə müəllimə xatırlatma edir. Müəllim zaman barədə birlikdə qərar vermələrini tapşırır. Qruplar fərqli müddətlər təklif etdiyi üçün anlaşılmazlıq yaranır. Yəni, mən qrupla iş vermişəm, amma deməmişəm hansı vaxtda biz bunu işləyib bitirməliyik. Məqsədsiz müzakirə ilə vaxt itkisi, xaotik səs-küy yaranır. Müəllimin bu addımı hansı pedaqoji? Ümumiyyətlə, baxın, əvvəlcədən qrup işi təyin elədim, lap yaxşı. Mən bu uşaqlara vaxt təyin eləməliyəm ki, aydın təlimat verməmişəm. Sinifdə aydın məlumat verməmişəm ki, sinifdə anlaşılmazlıq yarandı, vaxt itkisi oldu, xaotik səs-küy oldu. Amma mən şagirdlərə aydın şəkildə hər şey desəydim, bu hal baş verməzdi. İndi ki, müəllim baxaq görə hansı yanaşmaya zid hərəkət edib.
Başlayaq adam. Şagirdlərə aydın elə indi dediyimiz fikir deyir ki, şagirdlərə aydın təlimatlar verməklə onların fəaliyyətini doğru yönəltmək, öyrənmə prosesini axıcı edə bilərdim, amma mən etmirəm. A variantına zidd hərəkət eləmişəm. Axıcı olmayıb ki, xaotik səs-küy yaranıb, vaxt itkisi olub, anlaşılmazlıq yaranır. Elə düzgün cavabımız oldu A variantı. Həyati situasiyalardan danışıb onlara öyrənmə prosesində, yəni B variantının sualın şərtinə aidiyyəti yoxdur. Şagirdlərdə öyrənmə prosesi ilə bağlı əks əlaqə qrup onlarda problem həll etmə. C variantına zidd hərəkət yoxdur sualın şərtində. Bizə zidd lazımdır. Şagirdlərin intellekt növləri haqqında məlumatlı olmaq. Burada intellekt növünə zidd hərəkət eləməmişəm, yəni intellekt növlərini nəzərə almamışam və s. elə bir şərt yoxdur burada. Şagirdlərdə akademik bilik və bacarığı inkişaf etdirməklə bərabər onlarda sosial emosiyanın inkişafına yəni zidd şərt yoxdur. 14-cü sualın şərtinə. Düzgün cavabımız oldu A variantı. 15-ci suala baxırıq. Müəllim şagirdləri qarşıdan gələn imtahana hazırlamaq və proqramı yekunlaşdırmaq məqsədilə mövzuları sürətli və geniş müzakirə olmadan keçir. Bir çox şagird templə ayaqlaşmaq və anlayışları başa düşməkdə çətinlik çəkir, çünki çox sürətli gedir müəllim. Şagird qaranlıq qalan məqamlarla bağlı suallar verməyə çalışır. Lakin müəllim fərdi suallar üçün kifayət qədər vaxt olmadığını və daha çox oxumalı olduqlarını, yəni sizin suallarınıza cavab vermək vaxtımız yoxdur. Nə qədər çox oxusunuz, o qədər yaxşı deyir. Nəticədə şagirdlər ruhdan düşür və nailiyyətləri zəifləməyə başlayır. Hansı fikir doğrudur, situasiyaya uyğun doğru fikir axtarmalıyıq. Müəllim keçirilən proqrama uyğun müxtəlif çətinlik dərəcəsinə malik dərs planı hazırlayıb şagirdlərə təqdim edə bilərdi. Bəli, sualın şərtinin problem nədən qaynaqlanıb onsuz da? Müəllim proqramı sürətli və geniş müzakirə olmadan keçir. Şagirdlərə bəzi məqamlar qaranlıq qaldı. İndi sinifdə hamı güclü deyil ki, zəifi var, güclüsü var. Mən hamını nəzərə almalıyam dərsimi tədris edərkən. Amma baxın, burada müxtəlif çətinlik dərəcəsinə malik dərs planı hazırlayıb şagirdlərə təqdim etsəydim, bu hal baş verməzdi. Elə A variantı doğrudur. Yəni digərlərinə baxaq. Şagirdlərin dərsə kifayət qədər diqqətli və ciddi yanaşmadıq. Əslində şagirdlər ciddi yanaşmamaqla bağlı sualın şərti heç nə yoxdur. Sadəcə müəllim sürətli şəkildə keçir. Şagirdlərin sualları cavablandırmaq vaxtım yoxdur deyirəm. Yəni müxtəlif asan, çətin, orta, hər səviyyəyə uyğun tapşırıq verməli idim də şagirdlərə. Yəni B deyil. C-yə baxaq. Müəllim material əhatə etmək üçün daha çox ev tapşırığı verir. Onsa sualların şərti, keçirilən mövzu şagirdlərə aydın deyil, şagirdlərin sualları yaranıb, ya da ev tapşırığı versəm güya problem həllini tapacaqmı? Tapmayacaq. Müəllim eyni tempi saxlamaqla, yəni özünüz bilərsiniz, mən tempimi dəyişmirəm, bütün şagirdlər daha sürətli işləmə bacarığını formalaşdırır. Əksinə uşaqların çoxu heç nə öyrənməyəcək. Mən sürətli gedirəm. Çünki bu dərs prosesi bir növ zəncirvariddir. Birini başa düşməsəm, o birini də başa düşən deyiləm. Deyillər çıxırıq. Y-yə baxaq, müəllim nəticəsinin zəif olma ehtimalı olan şagirdləri prosesdən uzaqlaşdıra bilər. Yəni bilirəm ki, onsuz da bu şagirdlər bizdə ayaqlaşan deyirlər, onsuz da bu uşaqları çıxardıram prosesdən. Siz öyrənməyin onsuz da deyirəm. Təbii ki, bu da yanlışdır. Düzgün cavabımız oldu A variantı 15-ci sualda. Baxırıq 16-cı suala. Deyir, müəllim müşahidəsi nəticəsində əldə etdiyi informasiyanı valideynlərdən alacağı cavablarla təsdiq etmək üçün mən nəsə müşahidə eləmişəm, indi istəyirəm cavablarımı təsdiqləyim. İndi valideynlərə müxtəlif suallardan ibarət bir sorğu göndərirəm. Valideynlərin müəllimin sorğusuna cavabı onun şagird haqqında müşahidəsini təsdiq edir. Yəni mənim müşahidəmlə valideynin verdiyi cavablar təsdiq olundu. Aydın olur ki, şagird ətrafda baş verən müxtəlif hadisələr müşahidə edərək özü üçün nəticə çıxardır. Hər bir nüansın dəqiqliyinə diqqət edir. Fikirlərini əsaslı arqumentlərlə dəstəkləyir. Yəni şagird nəyəsə müşahidə eləyir və müşahidə etdiklərinə özü nəticə çıxardır. Verilmiş situasiya əsasən hansı fikir söyləmək olar? Gəlin bəndlərə baxaq. Şagird zehni inkişafın konkret əməli mərhələsinə uyğun gəlir. Ümumiyyətlə baxın, nümunələrdən şagird özünə bir ümumi qayda çıxardırsa, bu induksiya idi yoxsa deduksiya idi? Hər hansı bir xüsusilərdən özümün bir ümumi bir qayda çıxardırdım. O hansındaydı? İnduksiyadaydı. İnduksiyada hansı mərhələdə idi? Bəli, konkret əməldə. Bu doğrudur. Yəni baxandan sonra ümumiləşdirmək, qruplaşdırıram, nəticə çıxardıramsa bu konkret əməldir. Bir düzdür. Sorğunun nəticəsinə əsasən müəyyən edilir ki, şagirdlərdə həmin bu şagirdlər metakognitiv bacarıqlar inkişaf edib.
Metakognitiv bacarıq şagirdə özünə məxsus bir strategiya, yol müəyyənləşdirməkdir. Sualın şərtində şagird özünə uyğun bir yol, strategiya müəyyənləşdirməyib baxır. Sadəcə ətrafı izləyirəm, izlədiklərimdən əsas bir nəticə çıxardıram, başa düşürəm yəni. Ki deyil. Yəni burada metakognitivlik heç nə yoxdur. Yəni imtahanda hətta sürətli variant tapmağın yolları 2 olan variantları çıxırsınız. Ya A-dır, ya B-dir, ya Y-dir. Şagirdin məntiqi riyazi intellekti inkişaf etdiyini deyə bilərik. Şagird baxır, anlayır, onları ümumiləşdirib, nəticə çıxardır, fikirlərini arqumentlərlə əsaslandırmaq. Hansı intellekt tipində idi Gartnerdə? Əsaslandırmaq, sübut etmək, nəticə çıxarmamıza, bəli, məntiqim var da, məntiqi riyazidir. 3 də doğrudur. Deməli, 1, 3. Ya 4-dür, ya 5-dir. Gəlin davam edək. Valideynə müraciət etməklə şagird haqqında məlumat toplanması etibarlı yanaşma deyil. Niyə ki, əslində mən daha yaxşı oldu. Mənim müşahidə etdiyimlə valideynin cavabları üst-üstə düşdü. Yəni, mən düzgün müşahidə eləmişəm. Əksinə, bu müəllimə çox kömək oldu. 4-ü çıxıram. Şagirdin tənqidi etmək bacarığını inkişaf etdiyini görürük. Yəni, tənqidi təfəkkürün inkişafına şərait yaratdıq. Çünki şagird araşdırır, fikirlərini baxın, əsaslı şəkildə arqumentlərlə dəstəkləyir. 1, 3, bir də 5. 1, 3, 5. O da B variantında. Düzgün cavabımız oldu B variantı. Baxırıq 17-ci suala. Müəllim dərsin əvvəlində dərsin məqsədini şagirdlərə çatdırır. O, şagirdlərə yeni mövzuya maraq oyatmaq üçün sinifdə əyani vəsaitlər də gətirir. Və bir neçə açıq sual da verir. Yəni, motivasiya üçün həm əyani vəsait təqdim elədim, açıq suallar da verdim, dərsin məqsədini də elan eləmişəm. Şagirdlərin hamısı dərsdə aktivlik göstərsələr də, müəllimə diqqətlə qulaq asırlar. Lakin şagirdlərdən birinin dərsə gecikməsi digər şagirdlərin də diqqətini yayındırır və müəllim şagirdlərin diqqətini dərsə cəmləməkdə çətinlik çəkir. Bu hal şagirdlərə dərsin əvvəlində qoyulan məqsədə çatmaqda mane olur. Niyə? Çünki şagirdlərdən biri gecikdi, şagirdlərin fikri yayıldı dərsdə, indi onların fikrini dərsə qaytarmaq lazımdır. Bu problemi necə aradan qaldıra bilərik? Ümumiyyətlə, variantlara baxmadan sinifi dərsə gecikməklə bağlı bir prosedurumuz olmalıdır, bir təlimatımız olmalıdır ki, dərsə gecikəndə qapını açırıq, sakitcə yerimizə keçirik və dərsə qoşuluruq. Belə bir prosedurumuz var idi, dərsə gecikmə. Deməli, mən bunu şagirdlərin nəzərinə çatdırmalıydım. Amma mən çatdırmıram. Şagird qapını deyir ki, müəllimə, olar dərsə gəlim, bağışlayın, dərsə gecikmişim, şagirdlərin fikri yayıldı dərsdə. İndi necə aradan qaldıra bilərik yazılıb da sualın şərti. Gəlin variantlara baxaq. Müəllim şagirdlərin diqqətini dərsə yönəltmək üçün dərsin məqsədini yenidən şagirdlərin nəzərinə açar. Ondan sonra dərsin məqsədini şagirdlərə çatdırmışam da, şagirdlərin fikri yayındığı üçün dərsdən, yəni müəyyən hissələri itirdilər artıq. Bu, yəni təlim nəticəsində, daha doğrusu dərsin məqsədini yenidən elan etmək, yəni bu problemin həll yolu deyil. Bu getdi. Müəllim şagirdin diqqəti ona yönəldərək sakit şəkildə onları gözləməlidir. O gözləyirəm ki, uşaqların diqqəti nə vaxt mənə gələcək, yəni dərsə yönələcək. Bəlkə heç yönəlmədi dərsə. Elə dərsin axırına qədər oturub gözləyirəm. Bu problemin həll yolu deyil. Biz problemi aradan qaldıran yol axtarırıq. Müəllim şagirdlərə dərsə gecikmə halları zamanı məqbul davranışlarla bağlı təlimat verməlidir ki, dərsə gecikəni bayaq dediyim kimi sakitcə sinifə daxil oluruq, yerimizə keçirik və dərsə qoşuruq. Təlimat yoxdur, ona görə belə bir problem oldu. Əgər mən təlimat qoysam, bu problemi aradan qaldıra bilərəm. Bu düzdür. Məsuliyyətin vacib olduğundan müəllim dərsə ara verməlidir. Dərs qaldı qıraqda, mən oturub uşaqların tərbiyə edici söhbətlər edirəm. Deyini çıxırıq. Şagirdlərin hansı davranışları dərsin pozulduğunu onlara bildirməliyəm. Belə davranışlar zaman cəzalandırmaq şagird bu problemin həll yolu deyil ümumiyyətlə bütün hallarda. Ona görə düzgün cavabımız oldu C variantı. Baxırıq 18-ci suala. Sinifdə müxtəlif etnik qruplara aid xalqların nümayəndələri var. Şagirdlərdən biri öz adətlərinə uyğun olaraq bayramın sinifdə keçirilməsini təklif edir. Digərləri buna qarşı çıxır və bildirirlər ki, belə bir adət-ənənə yoxdur. Belə bir tədbirə biz qoşulmuruq. Müəllim bayramı keçirtmir, amma şagirdləri qruplara bölür və hər qrupa özlərinin seçiminə əsasən bir xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağı tapşırır. Baxın, müəllim şagirdlərə qarşı aqressiv çıxışlar etmədi və s. Əksinə müəllim indi çalışır ki, bütün mədəniyyətləri əks etdirən təqdimat hazırlamağı tapşırır. Müəllim haqqında hansı fikri demək olar? Yəni variantlara baxaq. Bu situasiya ondan xəbəri verir ki, müəllim şagirdlərə həssaslıqla yanaşdı sizcə sualın şərtində? Bəli, yanaşdı, kobudluq eləmədim. Yəni, həssas yanaşdım, hər kəsin fikrini nəzərə alıram ki, ola bilər, dini irqi fərqli idi, mən həssas olmalıyam hər kəsə. Və peşəkarlıq vəzifəsini yerinə yetir. Bəli, peşəkar şəkildə mən vəziyyətdən çıxdım. A variantı düzgündür. Gəlin digər variantlara baxaq.
Müəllim çalışdığı müəssisənin şagirdlərinə keyfiyyətli təlim keçir. Bu da onun çalışdığı müəssisənin loyallığını və sualın şərtində necə deyim, loyallıqdan söhbət gedirmi? Təhsil müəssisəsinin haqqında, müəssisə rəhbərləri haqqında elə bir ümumiyyətlə sualı şərtində elə bir şey yoxdur. Ona görə beyni çıxıram. Müəllim şagirdlərdə bu şəkildə yanaşması onun peşə nüfuzunu möhkəmləndirməsi və cəmiyyətin müəllim nüfuzunu. Əslində sualın şərti müəllim nüfuzundan möhkəmlətməkdən söhbət getmir. Şagirdlərə həssas yanaşmaq, hər kəsin fikrini nəzərə almaqdan gedir. C-də çıxırıq. Bu situasiya ondan xəbər verir ki, şagirdlərdə sosial məsuliyyətli kompetensiyasını formalaşdırır. Yəni bunu etmək şagirdlərdə daha çox mədəni məlumatlılıq kompetensiyasını, yəni dinindən, irqindən asılı olmayaraq mədəni məlumatlılıq, mədəni müxtəlifliyə hörməti aşılayır. D-də çıxırıq. Müəllim bu fəaliyyətdə şagirdlərə sosial, vətəndaşlıq kompetensiyasını yox, mədəni məlumatlılıq, mədəni müxtəliflik, yəni dinindən, irqindən asılı olmaq, hər kəsə tolerantlıq nümayiş etdirmək kompetensiyasını formalaşdırmışam. Ona görə yeni də çıxacağıq. Düzgün cavabımız oldu A variantı. Baxırıq 19-cu suala. Müəllim şagirdlərə tapşırıq verir. Onlardan biri əsəri təhlil etməyi və əldə etdikləri nəticələri təqdim etmək istəyir. Deməli, nəyisə tapşırıq odur ki, uşaqların əsəri təhlil etməlidir və nəticələrini müəllimə təqdim etməlidir. O gözləntilərin qısa icmalını təqdim edir. Lakin qiymətləndirmə üçün aydın meyarlar vermir. Yəni şagirdlər bilmirlər ki, müəllim hansı meyara əsasən bizi qiymətləndirəcək. Mən aydın meyarlar vermirəm. Şagirdlərdən biri tapşırığı necə yazacağına əmin deyil. Çünki təlimatı aydın verməmişəm axı. Və aydınlıq istəyir. Müəllim şagirdə bunun qrup işi olduğundan öz qrupu ilə həll etməsini, yəni uşaqlar çalışın öz qrupunuzla həll edin. Lakin qrup üzvləri onlardan nə tələb olunduğunu anlamaqda çətinlik çəkirlər. Uşaqlar yəni qrup olaraq deyir ki, müəllim görən bizə nə istəyir, nəyi soruşacaq, nədir qiymətləndirmə meyarımız. Nəticədə təqdimatda müəyyən boşluqlar yaranır. Verilmiş situasiyası yanlış fikri seçindir. Yəni yanlış fikri axtaraq. Situasiyada məqsəd və meyarların gözləntilərin şagirddə aydın olmadığı vurğulanır. Sualın şərtini onsuz da yazıbdır. Baxın burada aydın təlimatlar vermir. Bu düzdür. Bizə səhv cavab lazımdır. Bu situasiyanın nəticəsində şagirdlərə təlim nailiyyətləri şübhəsiz olaraq aşağı düşəcək. Əlbəttə aşağı düşür. Çünki şagirdlər arasında bir çaşqınlıq yaranıb. Bilmirlər meyarı. B-ni də çıxırıq. C-yə baxırıq. Müəllim prosesi belə təşkil etməkdə şagirdlərdə problem həll etməyə və müstəqil öyrənmə bacarığını formalaşdırmağa çalışır. Şagirdlər qiymətləndirmə meyarını bilmirlər, şagirdlərə aydın deyil. Deyir ki, bunu etməkdə müəllim şagirdlərə müstəqil öyrənmə bacarığını formalaşdırmaq istəyir. Əksinə səhvdir. Çünki şagirdlər heç nə öyrənə bilmirlər. Müəllimə deyir ki, bizə aydın təlimat verin. Müəllim deyir ki, gedin özünüz həll edin problemi. Bu problem, yəni şagirdlərdə problem həll etmə, müstəqil öyrənmə bacarığını formalaşdırmağa çalışır. Bu yanlış fikirdir. Uşaqlar nailiyyətləri düşdü aşağı. Digər variantlara da baxaq. Şagird çətinlik çəkdiyi məqamları deyə bilsə də, müəllim şagirdlərə bu cür yanaşması digər şagirdlərə də qaranlıq qalan məqamları müəllimdən müraciət etməsini mənfi təsir edəcək. Çünki şagirdlərdən biri çətinlik çəkdiyi məqamı müəllimdən soruşdu. Müəllim deyir ki, gedin qrupla özünüz həll edin. İndi başqa bir şagird müəllimə qaranlıq qalan məqamına bağlı sual verə bilərmi? Xeyr. Digər uşaqlara mənfi təsir göstərəcək. Bu düzdür. Bizə yanlış cavab lazım olduğu üçün götürmürük. Y-yə də baxaq. Qiymətləndirmə meyarının aydın şəkildə şagirdlərə təqdim edilməsi onları işin icrası zamanı nəyə diqqət etməli olduğuna etibar edir. Müəllim bunu şagirdlərə verməməklə yanlışlığa yol verir. Bəli, bu da düzdür. Nəticəni əvvəlcədən elan etsəydim, şagirdlər bilərdi ki, müəllim bizdən nə gözləyir. Ona görə düzgün cavabımız oldu C variantı. Yanlışı soruşduğu üçün C-ni götürdü. Yerdə qalan variantlar hamısı düzdür. 20-ci və sonuncu sualımıza baxırıq. Müəllimin yanlışa yol verdiyi strateji. Hansı, yəni bənd yanlışdır. Müəllim bölmə ərzində öyrənəcəyi materialın şagirdlər tərəfindən tam qavranılmasını təmin etmək üçün bölmənin sonuna qədər şagirdlərin öyrənmə xüsusiyyətlərinə görə qruplaşdırmalıdır. Yəni, elə uşaq var ki, öyrənmə xüsusiyyəti fərqlidir. Elə uşaq var ki, öyrənməsi tamam fərqlidir. Mən şagirdləri öyrənmə xüsusiyyətlərinə görə qruplaşdırım. Ümumiyyətlə, uşaqları öyrənmə xüsusiyyətlərinə görə qruplaşdırmaq, akademik nailiyyətlərinə görə qrupla, zəiflər bir qrupa, güclülər bir qrupa. Tutaq ki, mənim öyrənmə xüsusiyyətim başqadır, siz fərqlicə öyrənirsiniz. Hərə öz xüsusiyyətinə uyğun yerdə qruplaşdırsın. Bu düzgündürmü? Təbii ki, xeyr. Şagirdlərə əyləşdirəndə deyirdik ki, yadınızdadır, heterogen qruplara da. Yəni, qarışıq şəkildə əyləşdirmək lazımdır. Eyni xüsusiyyətlər olanları bir qrupa yığmayın. Qarışıq şəkildə əyləşirsiniz, bu daha yaxşıdır. Yəni, yanlışı soruşurlar da, daha doğrusu ona görə A-nın üstünə xətt çəkməkdir. A-nı dairəyə alırıq. Bu yanlışdır. Yəni, digər variantlara da baxaq.
Müəllim öyrəniləcək mövzunu şagirdlər tərəfindən daha rahat anlaşılması təmin etmiş həyati nümunələrdən istifadə edilə bilər. Daha qəşəng başa düşsünlər, real həyatdan nümunələr gətirin. Burada səhv heç nə yoxdur. Müəllim bütün şagirdlərin dəyərli olduqlarını hiss etdirdiyi müsbət və inklüziv bir mühit yaradır. Burada səhv heç nə, cümlə ilə əvvəldən müsbət şəkildə başlayır. Bu da doğrudur. Müəllim dərsi öncədən planlaşdırırsa da, prosesi planlaşması nəzərdə tutulduğu kimi getmədiyindən o vəziyyəti təhlil edir, fəaliyyətə lazım olan düzə proqramda bu yazılıb, siz başa düşdünüz, düşmədiniz, mən təzə mövzuya keçirəm demək deyil də, deyir, lazım olanda müəyyən düzəlişlər, korreksiya eləməliyəm, deyir. Bu da düzdür. Müəllim şagirdlərin yol verdiyi səhvlərə düzgün münasibət göstərir, onlara istiqamət verir. Səhvlərdən öyrənmək mədəniyyətini formalaşdırır, öz səhvlərinin inkişafı üçün fürsət görməyə, kömək edir. Narahat olma, səhv elədinsə daha yaxşıdır, öyrənmə prosesi oldu və s. deyə bilərəm ki, sinifdə necə deyim, şagirdlər səhv etməkdən qorxmasınlar, risk eləyə bilsinlər. Yanlış cavabımız oldu A variantı. Situasiya tipli test üçün izahına baxdıq. Ümid edirəm ki, hər biriniz üçün bu izah faydalı oldu.